şəhərin o səs-küyündən uzaqda şəlalənin gürhacurla axan səsinə qulaq asacağım. Çox maraqlıdır. Burada quzu qarnı göbələyinə rast gəldim. Bahalı göbələklər sırasında da desəm daha yaxşı olar. Təbiətdən nə qədər yaxın olsa, bir o qədər sağlam da var. Təbiətin ən ucqar və keçilməz guşələrinə ekstremal səyahət. Mənim macəram. Mənim macəram layihəsinin məqsədi insanlarda ekologiyaya maraq artırmaq, sağlam həyat tərzini təşviq etmək və Azərbaycanın füsunkar təbiətinə olan sevgini gücləndirməkdir. İndi isə mənim macəram kvadrosikllə davam edir. Başdaşağıl şəlaləsinə hiking yürüyüşüm davam edir. Əslində bugün bir-birindən maraqlı macəralar yaşadım. İlk növbədə fərqli bir məkanda, təbiət qoynunda yürüyüşə başladım. Daha sonra macəram kvadrosikllə davam elədi. İndi isə yenidən macəranı piyada yürüyüşlə davam edirəm və yürüyüşümüz Başdaşağıl şəlaləsinə olacaq, Oğuz rayonunda. Möhtəşəm təbiət qoynunda, dağların əhatəsində, yaşıllıqların əhatəsi ilə zəngin olan Başdaşağıl kəndinə gəldik və buradan isə eyni adlı şəlaləyə doğru təbiət yürüyüşü edirəm. Və beləliklə, gəldik çatdıq Başdaşağıl şəlaləsinə. Bu şəlalə haqqında sizə məlumat vermək istəyirəm. Təxmini hündürlüyü 14 metrdir. Və bu göründüyü kimi belə gözəl formada axır. Hansı ki, yuxarılarda da pilləli formadadır. Bura gəlmək üçün Oğuz rayonunun Başdaşağıl kəndinə gəlmək lazımdır. Kəndin mərkəzindən bura hardasa bir 3 kilometr məsafə var, amma bura gəlmək üçün, əgər maşınla gəlməyi düşünürsünüzsə, maşın off-road tipli olmalıdır. O maşından siz şəlaləyə qədər rahat gələ bilərsiniz. Amma adi sedan maşınlarla isə hardasa gələ biləcəyiniz son nöqtə Milli Parkın obyektinə qədər gələ bilərsiniz bu adi maşınlarla. Daha sonra isə həmin yerdən şəlaləyə qədər piyada marşrutla yolunuza davam edə bilərsiniz. Hansı ki, həmin hissədən şəlaləyə qədər təqribən bir 2-2,5 km məsafə var.
Şəlalənin yuxarısına qalxmaq üçün belə bir pləkan da düzəldiblər burada. Təbiət sevərlər, sağ olsunlar. Və bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, şəkil çəkdirmək istəyənlər, əsasən təbiət sevərlər, şəkil çəkdirərkən diqqətli olmalılar. Bu ərazilərdə çəkdirsələr daha yaxşı olar. Eyni zamanda burada körpü var, taxta körpü. Həmin körpünün üzərindən də şəlalə fonunda gözəl şəkillər çəkmək mümkündür. Amma şəlaləyə yaxınlaşmaq qadağandır. Çünki o daşların, qayaların üzərindən daima su axdığına görə onlar sürüşkəndir. Anidən yıxılma təhlükəsi ola bilər, ciddi zədə riski yarana bilər. Çünki artıq o qaya parçasının üzərində, daşların üzərində sürüşsək, yumşaq yerə düşməyəcəyik və bu da zədənin çox ciddi olacağını göstərir. Yaxşı olar ki, bu kimi məqamlara diqqət yetirək, həyatımızı təhlükəyə atmayaq, şəlalənin çox da yaxınlığına getməyək. İndi isə bu pləkanla yuxarıya qalxıb, həmin hissədən də sizə çəkib göstərmək istəyirəm. Qalxaq. Nə gözəl. Qayalıqlarda həmişə yarpıza, giləmərciyə rast gəlmək mümkündür. İndi də ətrini o dəqiqə hiss elədim. Baxın, burada bu cürə gözəl yarpızlar var. İmkan olsa bir çay dəmləyərik. Üzərimizdə nanə də var. Dağ nanəsi, dağ nanəli, yarpızlı bir çay hazırlayarıq. Çox gözəl olar. Gözəl ətri var. Möhtəşəmdir. İndi isə bunu qoyum cibimə. Biz yarpızın faydaları haqqında çox danışmışıq. Eynən də nanə kimlər nəslindəndir. Aha. Burada da var. Oralarda da var. Gözəl, maşallah. Azərbaycanın hər yeri, eyni zamanda da Oğuz rayonu çox münbit bir torpaqda yerləşir. Gözəl ağacları, bitki örtüyü zəngindir. Bu baxımdan çox zəngindir. İndi isə bu pləkanın gələ biləcəyi son nöqtədir. Maksimum şəkil çəkdirirsinizsə, buna diqqət yetirməyiniz vacibdir. Bu əraziyə qədər gəlin. Buralara düşmək artıq təhlükəlidir. Baxın, daşların üstü sürüşkəndir. Bəzi təbiət sevərlər bir qədər də yaxınlaşmaq istəyər şəlaləyə. Yay ayında altına dayanıb çinmək istəyənlər də ola bilər, amma bu çox təhlükəlidir. Xahiş edirəm, bura gələrkən bu məqamlara diqqət yetirin. Çox yaxşı olardı bu şəlalənin fonunda bir ocaq qalayardıq, çay dəmləyərdik. Əgər imkan olarsa, bunu həyata keçirməyə çalışacağam. İndi isə bir qədər fasilə edib şəlalənin bu gözəlliyini seyr eləyəcəm. Özümə lazım olan enerjini toplayacağam. Onsuz da təbiətdə gəzərkən o qədər müsbət enerji alıram ki, yorulmaq da yadıma düşmür. Necə deyərlər, şəhərin o səs-küyündən uzaqda şəlalənin gürhagürlə axan səsinə qulaq asacağam. Bir qədər dincələcəm və istəyirəm, sizə də tövsiyə edirəm, vaxtınız olduğu qədər təbiət qoyununa çıxın. Azərbaycanın füsunkar təbiətini kəşf edin. Necə ki, biz kəşf edirik, sizə və dünyaya çatdırırıq. Çalışın siz də vaxtınızı səmərəli keçirəsiniz.
Böyük Qafqaz sıra dağlarından gələn bu sudan götürdük. Çay dəmləyərik. Aha. Çox maraqlıdır. Burada quzu qarnı göbələyinə rast gəldim. Bahalı göbələklər sırasında da desəm daha yaxşı olar. Çünki onu belə bahalı eləyən faydalı tərəfləridir. Belə meşədə, yabanı halda yetişir. Eyni zamanda bu da qiymətinə təsir göstərir. Baxın, biri buradadır. Biri buradadır. Nə gözəl. Amma bushcraft qaydalarına görə təbiət qoynunda sağ qalma uğrunda mübarizə apararkən göbələk yeyə biləcəyiniz ən sonuncu yeməkdir. Ona görə də mən onları götürməyəcəm. Baxmaq elə kifayətdir. Bax, burada da var. Biri burada, biri burada. Çox gözəl, münbit bir yerdir bu şəlalənin ətrafı. Maşallah. Bəlkə də bir qədər gəzsək daha hansı bitkilərə rast gələcəyi çox maraqlıdır. Quzuqarnı göbələyi həm dadı, həm də faydaları ilə təbiətin ən qiymətli göbələklərindən hesab olunur. Bu göbələk vitamin və minerallarla zəngindir. Tərkibində olan antioksidantlar immun sistemini dəstəkləməyə kömək edir. B qrupu vitaminləri isə enerji və sinir sistemi üçün faydalıdır. Eyni zamanda dəmir, kalium və fosfor kimi minerallarla zəngin olduğu üçün orqanizmin ümumi fəaliyyətinə müsbət təsir göstərə bilər. Quzuqarnı göbələyi aşağı kalorili və lifli qida hesab olunur. Bu isə həm doyumluluq verir, həm də həzm sisteminin fəaliyyətini dəstəkləyə bilər. Ancaq vacib məqamlardan biri budur ki, bu göbələk mütləq bişirilərək yeyilməlidir. Təbiətdə ona bənzəyən zəhərli növlər də olduğuna görə yalnız tanınmış və təhlükəsiz mənbədən toplanması tövsiyə olunur. Və dağlardan tapdığımız dağ nanəsi və dağ yarpızını da bu suyun içine atacağım. Gözəl bir çay olacaq. Təravətli.
Artıq çayımız da qaynayır. Bəli. Nanəli yarpızlı çayımız hazırdır. İndi onu süzüb bu şəlalənin fonunda içəcəm. Bambuk stəkanımızda. Oo, nə gözəl ətri var bu çayın. Mükəmməldir. Ay ay ya. Elə ancaq dinləmək istəyir adam. Çox gözəldir. Əladır. Mükəmməl. Çox gözəl dadı var. Bu şəlalənin fonunda çay içməyin isə ayrı bir zövqü var, ayrı bir ləzzəti var. Mənim macəram burada bitir. Amma təbiətin verdiyi enerji mənimlə qalır. Çünki bilirik, təbiətə nə qədər yaxın olsaq, bir o qədər sağlam qalarıq.